Deməli, dünən bir status paylaşmışam alqoritmlərin insanları idarə etməsi haqqında. Bəziləri də girib yazıb ki, orada tipa insanın marağı nəyədirsə, alqoritmlər onun qarşısına çıxardır. Xeyr, elə deyil. Elə deyil, artıq elə deyil. Yəni, Yuval Noah Harari, Shoshana Zuboff bu haqda ətraflı yazıblar, kitablar yazıblar, başa salıblar ki, elə deyil. İnsanların yəni hətta davranışları belə artıq bu sosial şəbəkələr vasitəsilə idarə oluna biləndir. Və alqoritmləri qoyuram bir qırağa, o heç. Ondan əlavə reklamla idarə olunan insanlar, yəni reklamla, nə çox reklam olunursa, insanlar ona can atır. Yəni insanların sanki öz istəkləri yoxdur. Onlarda hansı zövqü formalaşdırıblarsa, hansı istəyi formalaşdırıblarsa, insanlar ona can atır. Baxıram son vaxtlar hansı müğənnilərin ki reklamı güclüdür. Yəni heç bir jurnalist məndən inciməsin. Bilirsiniz ki, mən haqqı deyən adamam. Xətriniz əzizdir, hamınızı çox istəyirəm, amma bəzən dostluq münasibətləri, bəzən pulla, bəzi müğənnilər bütün saytları pulla alıblar demək olar ki də. Yəni ancaq xəbərlər onlardan gedir. Elə bil ölkədə 2-3 müğənni var, qalan müğənnilər yoxdur. Və bir də ən çox reklam olunan bayağı müğənnilərdir. Və əlbəttə ki, bayağı müğənnilərin fonunda onlar dünya ulduzu kimi görünürlər. Çünki onlarla yəni eyni səviyyədə mahnılar edən aranjmandan gedir də, yəni ki, səviyyəli aranjman. Bir var gedirlər 200-300 manatlıq aranjman eləyirlər. Bir də var 2000-3000 aranjmana nə bilim pul xərcləyirlər, mix master elətdirirlər xaricdə falan filan. Yəni ki, səslənmə söhbəti, sound söhbəti, yaxşı səslənən musiqi, səviyyəli, yaxşı bəstəkarlardan alınan falan filan. Səslənmə söhbəti, sound söhbəti, yaxşı səslənən musiqi, səviyyəli, yaxşı bəstəkarlardan alınan falan filan. Burada artıq səs də rol oynanmır. Yəni kim mən gəlib burada danışsa ki, ayda biz belə talanta, istedada heç kim istedada önəm vermir. Alma xanım kimi müğənni var, Leyla kimi, Rəhimova kimi müğənni var, Elnur Hüseynov kimi müğənni var, Samir Cavadzadə kimi müğənni var. Müğənnilər var da, o dediyimiz diapazonda, nə boyda səslər var. Yəni çox elə onlara dəyər verirsiniz, qalmışdı hələ o birilər. Yəni heç kim bu dəqiqə mənə gəlib nağıl danışmasın ki, bunlar istedada, ümumiyyətlə musiqidən anlayışı olmayan insanlar var ki, oturub danışırlar ki, filan kəs nə oxuyur? Filan kəs nə oxuyur? Siz anlamırsınız. Roza Sərgərlini dediniz, nə oxuyur? Nə oldu? Dünya bunu başa düşdü. Emin Ağalarov onu təriflədi. Hamı bu insanı qəbul elədi. Igor Krutoy buna mahnı yazdı. Stas Mikhailov duet oxudu. Hələ duet oxuyanların siyasi cəmaat orada növbəyə düzülüb. Səs tembrindən söhbət gedir, padayçadan söhbət gedir. Yəni bu adam bütün hər yerdə qəbul olundu. Bir dənə Azərbaycanda dedilər, bu nə oxuyur? Bir özünüzə sual verin, görün ki, siz ay reklamla sizə kimi yedizdirirlər, kimi ki yedizdiriblər, bu yaxşı müğənnidir, yemisizə udmusunuz, həzm eləmişsiniz. Başqalarını qəbullana bilmirsiniz və sizə elə gəlir ki, sizin zövqünüz var. Və siz güya zövqlü müğənnilərə qulaq asırsınız. Hansı zövqlü müğənniyə qulaq asırsınız? Bir də mən başa salım, mən bilim. 2 nəfər, 3 nəfər hansını ki sizə yedizdiriblər, bütün gün onların reklamı gedir ancaq. Har anı açırsınız, onların adı çəkilir. Har anı açırsınız, onlarda hansı tədbirə baxırsınız, onlarda monopoliya yaradıblar, toydu, nə bilim, tədbirdi, organizatorlardı. Özlərinə bir də monopoliya yaradıblar. Yəni efirlərə normal müğənnilər, Natavan Həbibisi hardadır, nə bilim, Elnuru hardadır, osu, busu. Nə boy estradamızda müğənnilər, elə Lalə Məmmədovası olsun, İradə İbrahimovası olsun, hansı birinin o qədər adı hallanır ki, o boyda mahnıları var da, yəni ki, hər birinin repertuarına baxsaz, necə gözəl mahnıları var. Hansı birinin qədrini bilmişsiniz? Nə oldu? Ölkədə 2-dən 3-dən müğənnidir. Heç nə. Mən nə bilim, nə deyim sizə. Alqoritmlərlə idarə olunursunuz. Reklamlarla zövqünüz formalaşır. İdarə olunan isə heç bir qram individuallığınız yoxdur. Sağ olun.